Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Biz keçən dərs coğrafiya informasiya sistemləri ilə tanış olduq. Gəlin həmin mövzunun tapşırıqlarına baxaq. İlk tapşırıq səhifə 16-da verilib. Birinci tapşırıqdır. Bizdən gördüyünüz kimi həm Avropanın siyasi, həm də fiziki xəritəsini verir və soruşur ki, xəritəyə istinad edərək Norveçin coğrafi mövqeyini mütləq və nisbi şəkildə qiymətləndirin, müəyyənləşdirin. Uşaqlar, əlbəttə bilirsiniz, mütləq mövqe dedikdə ölkənin konkret yerləşdiyi ərazi nəzərdə tutulur. Nə deyə bilərik? Norveç şimal və şərq yarımkürəsində yerləşən bir ölkədir. Daha dəqiq desək, 58 və 72 dərəcəlik şimal enlikləri arasında və 5 və 31 dərəcəlik şərq uzunluqları arasında yerləşən bir Avropa ölkəsidir. Bu ölkənin olduğu mütləq mövqeyi. Nisbi mövqeyi isə ölkə şimal və Baltik dənizləri sahilində yerləşir. Bunu xəritədən də görürsünüz. Ölkə ərazisində qədim Skandinaviya dağları var. Bunu əvvəlki mövzulardan bilirsiniz. Uşaqlar, Norveçin mövqeyinin dünyada üst sahəyə çıxmasında əlbəttə ki, onun dənizlərlə əhatə olunması və qışın burada daha yumşaq keçməsini biz nümunə göstərə bilərik. Növbəti ev tapşırığına keçək. Bu səhifə 17-də bizə buzqıran gəmi təsviri göstərir və bizdən bəzi sualları cavablandırmağımızı istəyir. Norveçin şimalındakı dənizlərin buzla örtülü olması ölkənin mövqeyinə necə təsir göstərir? Bu bizim ilk sualımızdır. Bir də ekstremal hava şəraitində cis xəritələri təhlükəsizliyi necə təmin edir? Bax, bunu bizdən soruşur. Şəkli təsvir edin soruşur. Əlbəttə, şəkildə buzqıran gəmilər təsvir olunub. Buzqıran gəmilər təxminən 20-ci əsrin 50-60-cı illərində dünya nəqliyyatına daxil olub. Bugün bu buzqıran gəmilər Norveçdə, Kanadada, Birləşmiş Ştatlarda və Rusiyada daha çoxdur. Şimal Buzlu Okeanın donmuş mövqeyini daha yaxşı tədqiq etmək üçün bu gəmilərdən istifadə olunur. Uşaqlar, Norveçin şimalında ümumiyyətlə bir çox limanlar qışda donur, bir çox sular qışda donur və əlbəttə bu donmuş ərazilərdə tədqiqat aparmaq üçün ən uğurlu vasitə məhz bu buzqıran gəmilərdir. Bu buzqıran gəmilər vasitəsilə hər sahədə istifadə olunur. Mən deyim sizə, yük daşımalarda, tədqiqatlarda, təsərrüfatda da bu ölkənin buzqıran gəmilərindən istifadə olunur. Və üçüncü sualda bizə deyir ki, ekstremal hava şəraitində cis xəritələri təhlükəsizliyi necə təmin edir? Biz cisin köməkliyi ilə gəmilərin hərəkətini izləyə bilirik. Onların toqquşma ehtimallarının qarşısını alırıq. Limanlarda və sahil zonasında nəqliyyat sıxlığını aradan qaldıra bilərik. Gəmilərin təhlükəsiz hərəkəti üçün onların dənizin dibindəki maneələrlə rastlaşmasını deyə onlara biz xüsusi xəritələrə göndərə bilərik və əlbəttə ki, soyuq hava şəraitində hava temperaturu, ümumiyyətlə hava haqqında məlumatlar çox vacibdir. Gəmiləri vaxtaşırı düzgün hava məlumatları ilə təmin edirik ki, onlar da əlbəttə öz işlərini planlaşdıra bilsinlər. Növbəti çalışma səhifə 18-də verilib. Bizdən bugün təkcə coğrafiyada yox, bütün elm sahələrində geniş istifadə olunan CIS proqramlarını soruşur. Coğrafiya informasiya sistemlərinə daxil olan proqramlar çoxdur əlbəttə ki, amma daha çox istifadə olunanlarını adını saysaq, ArcGIS, Mapbox və Google özü qeyd edə bilərəm mən. Burada da o proqramların loqolarını görürsünüz. Bunlar bugün dünyada ən çox istifadə olunan CIS proqramlarıdır. Bugünkü tapşırıqlarınız bu qədər. Ümid edirəm hər şey yaxşı oldu. Gəlin dərslərdə görüşənə qədər sağ olun uşaqlar.